Salam əleykum. Mən Saatlı rayonunun Məzrəli kəndində yaşayıram. İki uşaq, bir özüm, ailəm, bu dənə bu damda yaşayırıq. Bu da bu vəziyyətdə. Su idarəsinə şikayət eləmişik. Sonra kənd nümayəndəliyinə müraciət eləmişik. Biz bu gündük ancaq. Mənə də su idarəsindən deyirlər ki, düş kənddən 24 manatdan pul yığ, bu da mən toyuq üzrəmi vəziyyəti. Sən gələk kanalları, su kanallarını qazaq. Bax, bu vəziyyətdəyik. Düzələr də suyun içində. Hamımız bu vəziyyətdəyik. Necə yaşayaq? Bu damda iki uşağı necə böyüdək? Onun dərdini çəkək. Yoxsa bu vəziyyətdə suyun içində yaşayaq? Necə eləyək, valla bilmirik. İcra nümayəndəliyinə də demişik. Su idarəsinə də demişik. Baxan yoxdur. Baxan yox. Bir dənə kərpic evdir, bu da uçurdu. Xahiş edirəm, kömək eləyin. Ne var müəllim. Evin sudan sonra olub, baba. Hamısı çat olub. İndi bunu həmsə ətraflı çəkib atacağım sizə. Prosto elə belə deyim. Kərpic evdə, Allah haqqı var. Qəfəl aşacaq, qalacaq bu şeydə. Uşaq böyük qalmış.